Estetik Cərrahiyyə Mərkəzi. Türkiyədən dəvət olunmuş estetik cərrah uzman doktor Nebil Bozdoğan, rinoplastika, gözaltı torbaların ləğvi, qırışların götürülməsi, buxağın yığılması, üzün pi ilə doldurulması, mammoplastika, liposaksiya, abdominal plastika, saç əkilmə və sair plastik estetik əməliyyatlar həyata keçirəcək. Ünvan Dadaş Bünyadzadə 1. Telefonlar 012 437 52 10, 050 377 44 44. Baş beyin onurğa xəstəliklərindən, fəqərə arası disk yırtıqlarından, bel boyun, əl-ayaq ağrılarından və keyləşməsindən əziyyət çəkənlərin nəzərinə. Vital Klinikada tanınmış Amerikan təhsilli neyrocərrahlar, professor doktorlar Əskər Kadiri və Fərzanə Təbrizi mikroskopik yol ilə neyrocərrahiyyə əməliyyatlarını həyata keçirir. Ağrısız, kəsiksiz aparılan bu mikroskopik əməliyyatlar sizi əzab verici ağrılardan və hərəkət məhdudluğundan bir dəfəlik qurtaracaq. Sabahınız xeyirli, uğurlu olsun, hörmətli tamaşaçılarımız. Hər birinizi salamlayıram və hər birinizə xoş gün arzusu ilə proqramımıza başlayıram. Hörmətli xanımlarımız, bugün 3-cü gündür və hər zaman olduğu kimi biz 3-cü günlər Sağlıqla proqramında çalışırıq. Ginekoloji problemlərlə bağlı sizə məlumatları ötürək. Xüsusən də bugün biz hamiləlik zamanı baş verən problemlər haqqında danışacağıq. Diqqətli olun, ekranlara yaxın əyləşin. 562 16 48 əlaqə nömrəmizdir. Hamilə xanımlarımız, hamiləliyi düşünənlər və ya ümumiyyətlə ginekoloji problemlərdən əziyyət çəkənlər əlaqə saxlayın. Çünki bütün suallarınız cavablandırılacaq. Və studiyamızın qonağını təqdim etmək istəyirəm. Qonağımız Vital Klinikanın baş həkimi, mama ginekoloq Səltənət Məcidovadır. Xoş gəldiniz Səltənət xanım. Bu günləri xanımlarımıza xoş, gözəl bir proqram vəd edirik. Çünki siz studiyamızdasınız və bol-bol, yəni onların sualları cavablandırılacaq. İlk sual məndən gələcək təbii ki. Bəzən xanımlarımız, belə deyə, arzu olunmaz hamiləlik baş verir. Deyək ki, qorunmadan bir münasibətdən sonra və bu hamiləliyi pozmaq üçün dərmanlardan istifadə edirlər, dərman preparatlarından. Çox maraqlıdır ki, bax, bu dərman preparatlarının fəsadı ola bilərmi? Ümumiyyətlə, doğrudurmu hamiləliyi bu cür pozmaq? Buyurun. Aydındır, gözəl sualdır və çox tez-tez rast gəlinir belə hallara. Əfsuslar olsun ki, indiki zamanədə də artıq müasir bir dövrdə bu hallardan çox istifadə olunur və həddən artıq da çox fəsadları olur. Yəni, həqiqətən də hələ hamilə xanımlar qalsın bir qırağa, ümumiyyətlə dərman preparatı qəbul edəndə mütləq həkim təyinatı olmalıdır. Adi dərman preparatlarını götürəndə mündərəcatında hətta yazılır ki, həkimin məsləhəti olmadan qəbul etmək olmaz. Çünki orqanizmə individual olaraq hər hansı bir dərman preparatının əks göstərişi ola bilər, hətta vitaminlərin belə. Mən hələ hamilələri kənara qoyaq, öz şəxsi praktikamda müşahidə elədiyim belə bir hal olmuşdu. Cavan qız uşağıdır, yaşı çox az olan qız uşağı. Menstrual sikl çox ağrılı keçirdi. Həddən çox ağrılı keçdiyinə görə xanım menstrual sikl başladığı gündən dalbadal ağrı kəsicilərdən istifadə edirdi. Çox güclü ağrı kəsicilərdən mütəmadi olaraq istifadə olunurdu. Və bir neçə artıq belə ağrı kəsicilərdən istifadə etdikdən sonra burun qanaxması oldu. Burun qanaxması oldu, əlbəttə ki, buna heç əlaqələndirmədilər, bir şeyi anlamadılar və burun həkiminə müraciət ediblər. Burunda qanaxmanı dayandırmağa çalışıblar, çox çətinliklə dayanıb, qanaxma da dayanmadı, belə nə qədəm yanımdadır. Və burada artıq qanın tərkibinin dəyişdiyini gördülər. Trombositlər deyilən ki, hansı ki, laxtalanmanı məhz nəzarət eləyir. Trombositlər sıfıra enmişdi. Bu da həyat üçün çox təhlükəlidir. Yəni, insan həyatını belə itirə bilər. Artıq böyrək qanaxması başladı, CD-də problemlər başladı. Yəni, həyat təhlükəsi yarandı. Belə xanımlara hətta qan köçürəndə belə kömək eləmir. Çünki xüsusi trombositlər kütləyə ehtiyac olur. Ona görə ümumiyyətlə dərman preparatlarıydı, ağrı kəsicilərdi. Xanımlar tez-tez dərman qəbulu nə vaxt olur? Baş ağrılarında, bel ağrılarında, menstrual sikl ağrılı olduqda. Yəni, hər hansı bir narahatçılıq varsa, daha yaxşı olar onun müalicəsini etsinlər. Səbəbi tapıb araşdırsınlar, daha sonra dərman preparatı qəbul edir. Öz başına ağrı kəsiciləri də çox miqdarda qəbul etmək olmaz. O ki, qaldı sizin verdiyiniz suala hamiləliyin dərmanla pozulması, bu da ağır nəticələrə gətirib çıxarda bilər. Düzdür, xanımlar çox tez-tez üst tuturlar bunlara və düşünürlər ki, əgər bir dəfə etdimsə, narahatçılıq vermədisə, demək mütəmadi olaraq bundan istifadə edə bilərəm, bu narahatçılıq deyil, heç bir fəsad törətməz, amma Allah eləməmiş, elə bir narahatçılıq törədə bilər ki, yəni ola bilər 2 dəfə etsin, bir narahatçılıq olmasın, 3-cü dəfə edəndə artıq elə bir qanaxma verə bilər ki, hətta həkim onun həyatını xilas eləyə bilməz. Çünki bütün qanın laxtalanma sistemi pozulur. İçəridə hər hansı bir
uşağı salmaq üçün bunu edirlər də. Ciftin qırıntısından qala bilər və yaxud da ki, iltihablaşa bilər, uşaqlığın çıxarılmasına gətirib sonradan çıxarda bilər, əgər fikir verməsək. Və yaxud da qoyurlar, düşünürlər ki, artıq açılış olubdur, belə deyək, ev şəraitində abort olubdur, amma çox az-az ara-sıra qanaxma ifrazatlar olur qəhvəyi formada. Fikirləşirlər, bu normal haldır. Artıq elə vəziyyətdə gəlib həkimin yanına çıxırlar, yüksək hərarət, narahatçılıq, içəridə qalığın qalması artıq həyat təhlükəsi olur. Ona görə mən qətiyyən buna əks baxıram. Yəni, belə bir hallar xanımlar çalışsınlar, uzaq olsunlar və əfsuslar olsun ki, çox zaman həkimlərdən hətta belə məsləhət alırlar xanımlar. Çünki həkimə müraciət edərək həkim məcbur edirlər ki, mənə hər hansı bir dərman preparatı söyləyin, mənə hər hansı bir iynə söyləyin ki, mən onlardan istifadə edeyim. Yəni qətiyyən bunlardan çalışıb mümkün qədər uzaq olmaq lazımdır. Amma təbii ki, professional həkim, yəni professional dedikdə, yəni işini bilən, bu siz dediyiniz fəsadları, yəni ağırlaşmaları bilən həkim heç vaxt məsləhət görməyəcək. Əlbəttə, praktikada artıq bununla üzləşibdirsə xanım, görübdürsə bunu, ikinci dəfə buna çəkinər və qorxar etməkdən. Yəni, dərman preparatlarından uzaq dururuq hamiləliyin pozulması üçün. Və tamaşaçımız var xəttdə. Alo. 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 Buyurun, sabahınız xeyir. Sabahınız xeyir. Eşidirik sualınızı. Mənim qızımın 14 yaşı var. Əvvəllər menstrual sikl elə bir ki, normal davam eləyirdi də. İndi 2 aydır ki, biraz gecikmələr olur. Bu ayda olmadı. Ona müalicə lazımdır, yoxsa yox? Əlavə suallar varmı? Hə, bir sualım olacaq ki, ilk menstrual sikl olandan bura heç ultrasəs müayinəsindən keçmisiniz? Xeyr, heç nə elətdirməmişəm. Aybayı normal davam edirdi. Ancaq indi bu 2 ay, 1 ayı olmadı. Ona görə də narahatçılıq lazımdır həkimə göstərmək ya müalicə elətdirmək. Aydındır. Təşəkkür edirik sualınıza görə və maraqlı sualdır və hər zaman siz bunu vurğuluyursunuz ki, yəni xanımlar ilk menstrual sikl olduqda, yəni nələr etməlidirlər bugün də, yəni bir daha. Ümumiyyətlə, gözəl haldır ki, ilk növbədə ana bu vəziyyətə fikir veribdir. Çünki çox zaman valideynlər biraz biganə qalırlar və yaxud da düşünürlər ki, bu normal haldır, mən həkimə müraciət etməyim, yeni vəziyyətdir, yəni düzələcək. Əslində, menstrual sikl olan vaxtında qız uşaqları mütləq ultrasəs müayinəsindən bir dəfə də olsun keçməlidirlər. 6 aydan bir profilaktik yoxlanış olmalıdır əlbəttə ki, amma ilk menstrual sikl olanda mütləq keçirilməlidir. Ümumiyyətlə, daxili orqanlara baxılmalıdır, yumurtalıq, uşaqlıq, çünki elə və hallar olur ki, mən bu yaxında bir əməliyyat elədim, laparoskopik əməliyyat idi. Xanımda uzun müddət uşaq problemi idi, uşaq narahatçılığı idi, uşaq yox idi və uzun müddət müalicələr almışdılar. Və laparoskopik müayinədə xanım nə əməliyyat keçirdib, nə xəstəliyi keçirdib, heç bir narahatçılığı olmayıbdı. Laparoskopik müayinədə aşkar olundu ki, yumurtalığın biri yoxdur və borunun biri fəaliyyətsizdir, demək olar ki, yox səviyyəsindədir. Yəni, amma bu vaxta kimi bilməyiblər. Yox, bilməyiblər. Bəzi ultrasəs müayinələrində yazılıbdır ki, sol yumurtalıq görsənmir. Yəni, görsənmir, bunlar da heç düşməyiblər üstünə, fikirləşməyiblər ki, bəlkə bir narahatçılıq ola bilər. Yəni, əgər belə hallar varsa, demək, hər hansı bir digər narahatçılıq vardır, hansı ki, ultrasəs müayinəsi bizə göstərməyə bilər. Ona görə dönə-dönə xanımlara söyləmək istəyirəm. Mütləq heç olmasa qız uşaqlarının bir dəfə olsun anatomik quruluşunu bilmək üçün, normalda orqanizmdə hər şey qaydasında olduğunu bilmək üçün mütləq ultrasəs müayinəsindən keçirmək vacibdir. O ki, qaldı gecikmək hallarına ki, hamiləlik aybaşı vaxtında gecikmələr olur, mütləq və mütləq həkimə müraciət etmək vacib hal sayılır. Əgər ehtiyac duyularsa, müəyyən yüngül müalicələr, əlbəttə, həkim tərəfindən düzgün seçiminizi eləsəz, əlbəttə ki, hormonal müalicə tətbiq olunmasın, çünki 14 yaşında qız uşağıdır, amma müəyyən bir müalicəyə ehtiyac duyulursa, mütləq vaxtında alın ki, sonradan narahatçılığa gətirib çıxartmasın. Uzun müddətli menstrual sikl gecikmələrinə gətirib çıxartmasın. Qarşısına alınsın. Amma ən əsası, siz o qeyd etdiyiniz, ən azından bir anatomik quruluşumuz normaldırmı, anomaliya varmı, yoxdurmu, bunu bilmək yaxşıdır. Həm profilaktik tədbirlər üçün də bir müayinədən keçmək lazımdır. Və daha bir tamaşaçımıza alo deyirik. Alo. Alo. Salam. Sabahınız xeyir. Sabahınız xeyir. Salamlayıram həkimimizdə. Buyurun, biz də sizi salamlayırıq. Çox sağ olun. Həkimimizə sualım var, mən üzr istəyirəm. Hamiləyəm 4 aylıq. Aha. İndi həkimə sualım, məndə qan mənfidir, mənfi 3-dür. Elə bir uşaq 2 dənə olandan sonra dedilər ki, iynə lazımdır da, antiterozat çıxmayıb. Həkimimiz bilər yəqin ki. İndi 3-cü uşağa hamiləyəm də. İndi mənə iynə lazımdır ya yox? Onu soruşmaq istəyərdim. Demək, sizin evdə 2 uşağınız var. 2 uşaq var, indi 3-cüyə də hamiləyəm. Abort olubmu? Yox. Olmayıbdır. Bəs uşaqların qan rezusu necədir? Mənfidir? Qan elə bir böyük oğlanda müsbət 4-dür, qızda müsbət 1-dir. Hər ikisində müsbətdir. Yoldaşım müsbət 2-dir, ona görə deyirlər iynə lazımdır.
Və heç bir hamiləlikdə siz o iynəni vurdurmamısınız. Yox, çünki lazım olmayıb, deyiblər antitela yoxdur da. Aha. Ona görə indi üçüncüdə həkim deyir ki, ola bilər, əgər antitela çıxsa, Aydın. ola bilər ki, vurdurmayaq. Amma çıxmasa, vurdurmalısan ki, irə olsun, birdən nəsə şikəst gələ bilər və yaxud da nəsə bir şey ola bilər. Aydın, təşəkkürümüzü bildiririk və Çox sağ olun. Səltənət xanım, xanımlarımızı ən çox maraqlandıran suallardan biri də elə budur. Bu rezusun mənfi olmağı. Əslində doğrudan da bunun qaydalarını bilmək yaxşıdır. Bu haqda danışaq. Həqiqətən gözəl sualdır və xanımın biraz bilgiləri düzgün bilgiləndirilməyibdir xanım. Çünki ilk hamiləlikdə əgər ümumiyyətlə bətn daxilində uşağın rezusu bilinmir. Uşağın mənfi rezusdur yoxsa müsbət rezusdur. Əksər hallarda atanın rezusunu götürmüş olur uşaq. Və xanımın da söylediyi kimi uşaqda müsbət rezus, yəni atanın rezusunu götürübdür. Və ilk hamiləlikdə mütləq 28-ci həftədə, 32-ci həftədə immunoglobulin vurulmalıdır. Bu vacib haldır. Əksinə biz antisel yoxdursa bu immunoglobulini vururuq. Çünki antisel varsa artıq immunoglobulin vurmağımız bu özü fəsadlara gətirib çıxarda bilər. Ona görə mütləq birinci hamiləlikdə çox nadir hallarda olur ki, antisel olsun. Yəni birinci hamiləliyimiz adətən qanı mənfi olan xanımlarda, rezus mənfi olan xanımlarda normal keçir. Ona görə də mütləq 28-ci həftədə, 32-ci həftədə və uşaq doğulduqdan sonra əgər uşağın qanı müsbətdirsə, mütləq 3-cü immunoglobulin vurulur. Bu vacib haldır. O ki qaldı ikinci hamiləlik. İkinci hamiləlikdə eyni vəziyyətdə, əgər birinci hamiləlik yenə yoxlanılır, yenə əgər antisel çıxmırsa, 28-ci həftədə, 32-ci həftədə yenidən təkrarən bu immunoglobulin vurulur. Əgər biz planlaşdırırızsa növbəti hamiləliyi, mütləq bu bizə lazımdır ki, növbəti hamiləliyimizdən narahatçılıq olmasın, fəsadlar olmasın. Yəni bizim bu immunoglobulinimizi doğulduqdan sonra etməyimizin səbəbi növbəti hamiləlikdən narahatçılığımız olmamağının Amma qarşısını xanım o zaman almaqdır. şanslıdır ki, hər iki hamiləlik Bəli, şanslıdır ki, uğurlu keçibdir. Əslində bu mütləq immunoglobulinlər vaxtında vurulmalı idi. Xanımda vurulmayıbdı, çünki bilgisi də, yəni tamam bildikləri tamam əksdir. Xanım söyləyir ki, antisel olmayıbdı, ona görə vurmayıblar. Əslində antisel olmayıbdı, ona görə vurmaq lazım idi ki, digər hamiləliklərdə əmələ gəlməsin. Yenə də bəxtimiz gətiribdik, ikinci hamiləlikdə olmayıbdı. Bu hamiləlikdə mütləq nəzarət olsun. 28-ci həftədə vacib sayılır ki, vurulsun. 32-ci həftədə təkrar vurulsun və doğulduqdan sonra əgər yenə də xanım növbəti hamiləliyi planlaşdırırsa, çox güman ki, planlaşdıracaq inşallah, mütləq doğulduqdan sonra da immunoglobulin vurulmağa məsləhətdir. Əks halda nələr ola bilərdi, amma çox qısaca, çünki tamaşaçımız var xəttə, onu da qəbul etməliyik. Bətn daxili qüsurlar ola bilər, narahatçılıq olar və daha çox düşüklərlə nəticələnir. 12 həftəsinə kimi qadınlar, nəyə ki 12 hamiləliyin hər bir trimestrində düşüklə nəticələnə bilər hamiləlik. Amma şükürlər olsun, xanımda belə problemlər yaşanmıydı, amma üçüncüdür, yəni daha diqqətli olsun. Və tamaşaçımız var. Alo. Salam. Salam. Mən sualım həkimədir. Buyurun. Məndə birdən problem olub bu mart ayında. Illüstrasiya 3 dəfə məndə oldu. Bilmirəm, normal deyil bu. Ona görə maraqlanırdım. İlk dəfə idi belə hala rast gəlirdi. Bəli, ilk Ailəlisiniz? Bəli, Uşaq var? 3 dənə. 3 uşağımız var. Suallarımız yoxdur. Təşəkkür edirik tamaşaçımıza və Orada bir neçə problem ola bilər. Bir ay ərzində 3 dəfə qanaxma fonunda olan bir narahatçılıq ola bilər. Ola bilər uşaqlığın daxilində polipin olması, ola bilər hər hansı miyomatoz düyünün olması, ola bilər ümumiyyətlə eroziyanın olması, heç uşaqlıqdan gələn qanaxma deyil. Uşaqlıq boynunda eroziya var, eroziya daimi qanayır ki, siz fikirləşirsiniz ay başıdır. Yəni ona görə mütləq buna müayinə. Müxtəlif səbəblərdən ola bilər. Bax, bu xanım hansı müayinəyə gəlsin? Birinci növbədə ginekoloqun baxışı olmalı. Ginekoloji baxış olmalıdır. Sadəcə məsləhət yox, məhz ginekoloji güzgü ilə baxış olmalıdır. Çünki elə bir narahatçılıq ola bilər ki, ultrasəs müayinəsində tam normal görsənsin, amma bayaq söylədiyim ki, uşaqlıq boyunda eroziya. Onu ultrasəs müayinəsi təyin eləyə bilməz, görə bilməz. Onu yalnız həkim gözü ilə baxdıqda görə bilər. Birinci növbədə həkim ginekoloqun müayinəsi və ikinci növbədə də ultrasəs müayinəsi. Artıq ultrasəs müayinəsindən sonra təyin etmək ola bilər. Ola bilər kolposkopiyaya ehtiyac olsun, ola bilər hər hansı bir digər müayinəyə ehtiyac olsun, amma ilk növbədə həkim ginekoloq və ultrasəs müayinəsi. Amma narahatçılığa səbəb var, çünki doğrudan da bir ayda 3 dəfə qanaxma fonunda ola bilər bu narahatçılıq. Qanaxma mı sayılır bu əslində? Bu, yenə söyləyirəm, ola bilər uşaqlıq qanaxması olsun, yəni menstrual siklin pozulması fonunda uşaqlıq qanaxması olsun, ola bilər də uşaqlıq boyunun eroziyasına əlaqədar ola bilər. Ona görə mütləq həkimə getmək Disfunksiyadır. lazımdır. Hər bir halda disfunksiya sayılır. Bir xanım neçə müddətdən bir ginekoloqa 6 aydan bir. Ümumiyyətlə insanlar 6 aydan bir mütləq profilaktik müayinələrdən keçməlidir. Ən minimal olaraq həkim məsləhəti və xırda check-up müayinələr olur. O check-up müayinələrdən nəinki xanımlar, həmçinin bəylər də 6 aydan bir profilaktik müayinələrdən keçmək məsləhət görülür. Bir də insanlara check-up dedikdə onlar sadəcə nə bilim bir orqan
orqanın hansısa yoxlanmasını nəzərdə tuturlar. Amma bildiyim qədər check-up dedikdə orada kompleks şəkildə müayinələr keçirilir. Bəli, bu